Mədəniyyət Nazirliyi Asisiya proqramı çərçivəsində imtahan keçirdi. Vurğuladım, imtahan başlamamışdan öncə müəllimlərlə birlikdə bu imtahan düzgün deyil, formatı düzgün deyil. Adil Kərimlinin məmurları, yəni köməkçisi və digər səlahiyyətli şəxsləri vurğuladılar ki, düzgündür və imtahanı keçirdilər. Bir ildən sonra nə baş verdi? Aprel ayının 12-sində Milli Məclis qərar qəbul etdi ki, attestasiya imtahanı bilik və bacarıqların qiymətləndirilməsi üçün düzgün imtahan deyil. Milli Məclisdə qərar qəbul olundu. İmtahan düz deyilsə, Adil Kərimli səhvi var məmurlarınızın. Eşitmədilər müəllimləri, sıravi müəllimləri, mənəm deyərək öz egolarını yaşatdılar. Demək ki, sıravi müəllimlər sizin məmurlarınızdan qat-qat dünya görüşlü, qat-qat savadlıdır ki, Milli Məclisin bugün dediyini onlar bir il öncə dedilər. Əgər bu imtahan düzgün deyilsə, nədən işdən çıxan müəllimlər, qurban olan müəllimlər işə qayıtmırlar? Nədən Adil Kərimli sizin rəhbərlik etdiyiniz nazirlikdə məmurlar egolarını yaşadır? Bəli, elə mənə qarşı sizin rəhbərlik etdiyiniz aidiyyəti qurumda məmur var ki, o məmur Azərbaycan xalqın haqq səsi, prezident təlimatını yerinə yetirən Azərbaycan müəlliminə qarşı aqressiv münasibət göstərir. Bu onu göstərir ki, mən məmurdan güclüyəm. Deyirlər, it nə zaman hürər? Adil Kərimli. İt qorxduğu zaman hürər. Amma ki, Adil Kərimli məmur sıravi müəllimlə mübarizə aparırsa, onu yıxmaq üçün yol gedirsə, bu o deməkdir ki, o məmur kimi öz egosunu yaşadır. Adil Kərimli, elə məmurlardan uzaq olun. Görürsünüz, artıq sizin fotolarınız və yaxud digər gedişatlarda sizin adınız çəkilir. O məmurlar xilas olur. Demək ki, əziyyət çəkən hər bir zaman rəhbər olur. Məmurlar hər bir zaman keyf çəkir. Necə ki, Respublikanın rəhbərinin imzaları bugün sayılmır, xalqla prezident arasında nifaq yaranır, əziyyət çəkən xalq olur, qurban isə Respublikanın rəhbəri olur.